Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və sevimli məktəb yoldaşlarım. Bugün Gələcəyin İşığı FM radiosunun efirində sizlərlə Azərbaycanın 20-ci əsrin ən acı faciələrindən biri olan Xocalı soyqırımı haqqında danışacağım. Mən məktəbimizin 10P sinif şagirdi Əhmadova Nuray. Bu buraxılışı aparmaq şərəfinə malikəm və böyük qürurla bildirirəm ki, bugün yayınlanan proqram radionun 410-cu buraxılışıdır. Bu buraxılış tariximizi, milli yaddaşımızı qorumaq və gənc nəslin vətənpərvərlik ruhunu gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Xocalı soyqırımı 26 fevral 1992-ci il tarixində baş vermişdir və Azərbaycan xalqının tarixində unudulmaz qanla yazılmış bir səhifədir. Bu faciə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı ağıl amansızcasına öldürülmüşdür. 487 nəfər ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Hər bir rəqəm təkcə statistik göstərici deyil, həmin gecənin dəhşətini, itkilərin insan talihində yaratdığı izləri əks etdirir. Xocalı faciəsi zamanı şəhərin mühasirəyə alınması planlı və sistemli şəkildə həyata keçirilmişdir. Mülki əhali amansızcasına qətlə yetirilmiş və evləri yandırılmışdır. BMT və Beynəlxalq İnsan Hüquqları Təşkilatlarının sənədlərinə əsasən bu hadisə soyqırma aktı kimi qiymətləndirilir. Soyqırımı termini yalnız fərdi qətləri deyil, bir etnik və ya milli qrupun tam və ya qismən məhv edilməsini nəzərdə tutur. Xocalı hadisəsi bu kriteriyalara tam uyğun gəlir. Faktlar göstərir ki, həmin gecə şəhər ərazisinin qorunması üçün göstərilən bütün cəhdlər qarşısı alınmaz zorakılıqla qarşılanmışdır. İnsanların şəhəri tərk etməsi çox zaman mümkün olmamış, nəticədə minlərlə insan amansızcasına həyat itirmişdir. Bu faciə yalnız bir şəhərin yox edilməsindən ibarət deyildir. O, Azərbaycan xalqının mənəvi və ya tarixi yaddaşına böyük yara açdı. Xocalı soyqırımı yalnız tarixi fakt kimi deyil, həm də sosial, psixoloji və hüquqi baxımından öyrənilməlidir. Sosial psixologiya elmi sübut edir ki, kütləvi faciələr insanların fərdi və kollektiv şüuruna dərin təsir göstərir. Xocalı faciəsi nəticəsində yaşanan travmalar hələ də nəsillər arasında ötürülür və milli yaddaşda qorunmasına vacibliyini göstərir. Ədəbiyyatşünaslıq və tarix elmi göstərir ki, faciələrdən çıxan dərslər cəmiyyətin gələcəyini formalaşdırmaq üçün vacibdir. Xocalı soyqırımı barədə faktların, şəhid ifadələrinin sənədlərin toplanması və təbliği yalnız keçmişi xatırlatmaq deyil, gələcəkdə oxşar faciələrin qarşısını almaq məqsədini daşıyır. Bu həm də hüquq və elmi məsuliyyətdir. 20-ci əsrin sonunda baş vermiş bu qanlı hadisə beynəlxalq ictimaiyyət tərəfindən də tanınmışdır. Tarixi araşdırmalar göstərir ki, Xocalıda törədilmiş cinayətlər yalnız yerli əhalinin yox edilməsini hədəfləməmiş, həm də Azərbaycan xalqının milli mənəvi dəyərlərinə, hüquqlarına və ərazi bütövlüyünə yönəlmiş sistemin bir hücum idi. Müasir dövrdə Xocalı soyqırımı haqqında təbliğatın məqsədi yalnız hadisələri xatırlatmaq deyil, həm də gənc nəsli vətənpərvərlik, insan hüquqları və milli şüur ilə silahlandırmaqdır. Tarixi faktların düzgün və əhatəli şəkildə təqdim olunması, hadisələrin elmi və hüquqi əsaslarına izah edilməsi gələcək nəsillərə məsuliyyət hissini artırır. Hər bir faciə insanlıq üçün dərsdir. Hər bir insan itkisi isə kollektiv şuurun formalaşmasında əhəmiyyətli rol oynayır. Xocalı soyqırımı bizə öyrədir ki, vətən anlayışı yalnız torpaq və sərhədlərdən ibarət deyil. Vətən onun insanlarıdır. Onların həyatı, təhlükəsizliyi və gələcəyi ilə ölçülür. Bu anlayışı qorunması isə yalnız yaddaş, bilik və ictimai mövqe vasitəsilə mümkündür. Əziz dinləyicilər, Xocalı soyqırımı ilə bağlı məlumatları dinlədikcə hər birinin milli yaddaşın qorunmasına, tarixdən dərs çıxarılmasına, gələcək nəsillərə doğru mesaj çatdırılmasına məsuliyyət daşıdığımızı daha aydın görürük. Bu faciə yalnız kədər deyil, həm də vətənə bağlılıq, hüquqa hörmət
və insan prinsiplərinin canlı nümunəsidir. Verilişimizi yekunlaşdırarkən vurğulamaq istəyirəm ki, Xocalı soyqırımı tariximizin unudulmaz səhifəsidir və onun öyrənilməsi milli şuur, vətənpərvərlik və əxlaqi məsuliyyətin inkişafı üçün vacibdir. Bizim vəzifəmiz bu faciəni xatırlamaq, gələcək nəsillərə çatdırmaq və milli dəyərləri qorumaqdır. Mən Əhmədova Nuray. Gələcəyin İşığı FM radiosunun 410-cu buraxılışında sizlərlə birlikdə bu mövzunu işıqlandırdığım üçün qürur duyuram. Diqqətinizə görə təşəkkür edirəm. Hər birinizə milli şüura sadiq, ümid və iradə ilə dolu bir gələcək arzulayıram. Sağ olun, növbəti efirlərimizdə görüşənədək.